Mən sizə desəm ki, 55-ci sualın cavabını müəyyən tapın, necə taparsınız? 99% şagird bu testi səhv eləyir. Çünki niyə? Burada ay görürlər, düzdürmü? Ay görəndə sevinirlər, myself seçirlər. Myself olan variantda 2 dənədir, ya B-dir, ya da C-dir. Bir də baxırlar ki, nöqtədən sonra people gəlir. People hə təkdədir və özündən sonra isim istəyir. Amma görürsüz elə bir variant yoxdur, düzdürmü? İndi böyük ehtimal ki, tələbələr götürür C-ni. Amma burada bir məqam var. Hansı məqam? Baxın, not only, bir də but also görsəz, baxın bunu görsəz, bilməlisiniz ki, burada qayıdış əvəzliyi buna yox, country-ya verilir, ikinci ismə verilir. Çünki niyə? Tərcümə eləyəndə belə olur ki, mən təkcə şəhəri bəyənmədim, həmçinin oranın insanlarını bəyəndim. İndi söhbət kimdən gedir? Şəhərdən gedir, yoxsa məndən gedir? Təbii ki, şəhərdən gedir. Ona görə siz baxmalısınız country-ya. Country hansı qayıdış əvəzliyi verməli? Ya bu itself-dır, ya da bu itself-dır. Əvəzlik bölməsində it apostrof s deyə bir şey olmadığına görə bunu atırsınız, variantımız çıxır A. İndi isə siz mənə 56-nı eləyirsiniz. 56-nı eləyin, cavabları rəydə yazın, mən baxım və diqqətli olun. V-yə vermirsiniz heç vaxt. Başqa bir şeyə qayıdış əvəzliyi verməlisiniz. Cavabı yazıb mənə göndərərsiniz.